Salam, hər vaxtınız xeyir olsun. Bizim Səda bugün olan buraxılışıyla efirdədir. Xoş gördük sizləri. Einstein dahi şəxsiyyət, dünya şöhrətli alim olub. İndi deyirsiniz salam əleykum, elə bilirsən Amerikanı kəşf eləmsən? Bunu indi balaca uşaqlar da bilir ki, sən bizə yeni bir şeylərdən danış, bilmədiklərimizdən söhbət aç. Elə bilirsiniz ki, ya bu alim haqqında siz hər tərəfli məlumatlısınız. Şəxsən mən buna inanmıram. Yəqin elə əksəriyyətiniz də mənimlə razılaşarsınız ki, biz hamımız dünyaca məşhur olan insanların hər biri haqda ətraflı bilgiyə sahib deyilik. Və buna görə də informasiya bazamızı həmişə genişləndirməyə çalışmalıyıq. Elə Adil də mənimlə həmfikirdir. İndi o sizə elə-belə məşhurların yox, dahilərin bilmədiyimiz özəlliklərindən, qeyri-adi vərdişlərindən danışacaq. Dünyaca məşhur İtaliyalı psixiatr Cesare Lombroso hər zaman iddia edib ki, dahilik və dəllik həmişə yanaşı addımlayırlar. Hələ bu fikrin nə dərəcədə düz olub olmaması barədə araşdırmalar aparılmır. Amma bir neçə faktları nəzərə alsaq, məşhur psixiatrın fikirləri ilə razılaşmaya bilmərik. Məsələn, Ərəb xəlifəsi Hərun Ər-Rəşid hansısa qayda ilə bağlı məşhur alim Səbuyyənin fikirləri ilə razılaşmadığına görə sonuncu özünü təhqir edilmiş hesab edib və dərddən dünyasını dəyişib. Amerika ədəbiyyatşünası Edgar Poe yazarkən ayaqlarını suya qoyub. Sələfi fransız Emil Zola isə özünü stula bağlayarmış. Həm öz zəmanəsinin, həm də müasir dövrün məşhur tanınmış yazıcısı Dostoyevski yalnız çarpayda uzanıb, üzünü divara tutduqdan sonra diktə edərmiş. Aleksandr Dumas isə yazı prosesində elə hey yeyirmiş. Hər dəliyə dahi desək, onda psixiatri xəstəxanalarda neçə adamlar yatır, onlardan dahi düzəltmək baxaq görək olarmı? Olmaz. Psixi pozuntu müəyyən dövrlərdə, bəli, dahilərdə də olubdur. Ancaq bunu dəliliyi dahiliklə bugün izah eləmək düzgün deyil. Maraqlı faktlardan biri də İngilis yazıcısı Harringtona aiddir. Belə ki, 45 yaşlı Jamesə elə gəlib ki, güya fikirləri ayrı-ayrı arı və quşlar şəklində ağzından çıxır. Alman bəstəkarı Robert Schumann 4 yaşında olarkən onda dəllik əlamətləri aşkarlanır. 46 yaşında isə o ağlını tamamilə itirir. Ona elə gəlmiş ki, güya stullar danışır. Dediyinə görə hətta akordlara və musiqi parçalarına çevrilən səsləri belə görürmüş. Mənəvi qida insanın həyatında çox böyük əhəmiyyət təşkil edir. Özünə yardım edə bilməyən bir insan necə dahi ola bilər? Dünyaca məşhur rəssam Van Gogh isə arağı su kimi içib. O hətta qulağını kəsib avtoportretini çəkən yeganə rəssam kimi də tarixə düşüb. Bir dəfə Newton özünə yumurta bişirmək istəyib. Əvvəlcə saatı ötürüb ki, vaxtı ölçsün. Bir neçə dəqiqədən sonra görüb ki, əlində tutduğu yumurtadır. Qazanda isə saat qaynayır. Beethovenə gəlincə, dünya musiqisinin ən görkəmli bəstəkarının üzünü tüklü görən olmayıb. Çünki o, üzü tüklü olanların ürəyinin olmadığını düşünürdü. Məşhur Yunan alimi Platon isə təkcə alim olmayıb, o həm də qaydasız döyüş və boks üzrə 2 qat olimpiya çempionu olub və eyni zamanda böyük sərkərdə İskəndərin müəllimi olub. Onun vəfatından sonra isə İskəndərə müəllimlik edən şəxs Aristotel olur. Aristotel haqqında isə onu qeyd etmək istərdim ki, böyük alim tarixin ən birinci kolleksioneri olub. Bu isə o deməkdir ki, baxmayaraq onların özlərinə görə özəl vərdişləri olub, onlar həm öz dövrünün, həm də elə müasir dövrümüzün dahiləri hesab olunur. Adil Rasimoğlu, İlvi Rəhimov, Nizər TV. İnsan bəzən kobudluq edib düşünülməmiş addımlar ata bilər. Ancaq yenə də bəşəriyyətin ən ali varlığı olaraq qalır. Şəxsən mən insanın aliliyi deyəndə zehni və düşünmə qabiliyyəti ilə yanaşı incəliyini də nəzərdə tuturam. Cəmiyyətin başlıca göstəricilərindən hesab edilən onun incəsənətinin, elminin inkişaf səviyyəsi deyilmi? İncəsənət demişkən elə əməkdaşımız Elmira da bu yaxınlarda bizə rəssamdan söz etdi. Bəli, rəssam, amma fərqli sənətkar. Nədir onu fərqli edən? Bax, bunu sıradakı süjetimizi izlədikdən sonra biləcəksiniz. Rəsmlərin adətən kağız və kətan üzərində çəkildiyini görmüşük, amma indi təqdim edəcəyim iş Azərbaycanda bir ilkdir. Belə ki, bu rəsmlər nə kağız, nə kətan üzərində deyil, məhz müxtəlif materiallı dəri üzərində hazırlanıb. Elə məhz bu iş də inək dərisi üzərində hazırlanan bir rəsmdir.
Bu işlərin müəllifi Pərviz Əsədov ixtisasca mühəndis olsa da rəssamlığa böyük həvəsi var. Deyir, bu ona irsən keçib. Maraqlısı ondadır ki, Pərviz rəssamlığı tək başına özü öyrənib. İlk uğurları məktəb illərindən təsadüf edib. O hətta Respublika birincisi də seçilib. Əvvəllər kətan üzərində işləsə də sənətdə fərqlilik axtarmağa başlayıb. Yağlı boya kətanla işləyəndə baxırdım ki, bütün hamı eyni şey işləyir və bir fərqlilik istədim incəsənətdə. Bir də başqa bir aspektdən baxanda mən fikirləşirəm ki, bu dəriləri bəziləri şuba kimi geyinir, bəziləri çanta, bəziləri ayaqqabı. Amma mən istədim bu dəriləri sənətə gətirim. Xılı qəsəbəsi var, oranın quruqlarının hal-hazırda işləyirəm. Quruq çağı bizim orada görünən neft quruqlarıdır. Onları mən davam eləməyə çalışıram. Hal-hazırda bu inək dərisi üzərindədir. Mən açıq ton inək dərisini özüm seçdim ki, tünd tonlarda daha fərqli işlər işləyirəm. İşlədiyim rənglər əsasən qarışıq texnik olur. Çox qarışıq. Özüm hazırladığım rənglər də var burada. Belə baxanda adi bir inək dərisidir. Pərviz bəy bu dəridən belə bir möhtəşəm sənət əsəri yaradıb. Pərviz Əsədov öz əsərlərində tarixi mövzulara üstünlük verir. Tək gileyi isə material çatışmazlığındandır. Deyir, dəriləri tapmaqda çətinlik çəkir. Onları çox vaxt xaricdən sifarişlə almalı olur. Hər heyvanın dərisi üzərində işləməyin mümkün olmadığını qeyd edir. Atamla rayonda hazırlamışıq, biz özümüz aşılamışıq. Çox uzun müddət çəkir əldə biz özümüz hazırlayanda onu. Amma bunun satışı da var. Bir çox ölkələrdən sifariş olunur. Biraz bahadır. Normal kətandan bəlkə 20-30 dəfə bahadır. Dərilər üçün bəzi müxtəlif rayonlardan, məsələn, ov-ovlanan rayonlardır ki var. Hansı ki, icazəsi olan heyvanlar var. Yoxsa başqa heyvanlar olmaz. Bu rəsmi isə Misirdə sülh adlanır, keçi dərisi üzərində işlənilir, tarixi bir mövzudadır. Rəssam dəri üzərində işləməyin adi kətan üzərində işləməkdən daha çətin olduğunu bildirir. Amma bütün bunlara baxmayaraq alınan nəticə onu sevindirir. Dərin özün effekti çox gözəldir. Biraz çətindir, söz yox, kətandan biraz çətindir. Mənə də çətindir. Bunun, yəni kətandan çox fərqlidir. Fırçanın vuruşu, kətanda istəyilən istiqamətdə vurmaq olur, amma burada tüklərin öz istiqamətinə vurmaq lazımdır. Tüklər doymalıdır. Tüklər xüsusi effekt qatır rəsimə. Bəzən küləkli hava göstərəndə o tüklər orada külək rolunu oynayır. Bəzən qar rolunu oynayır. Bəzən burada ot rolunu oynayır o tüklər və yaxud hansısa canlıda daha çox effektiv görünür. Diqqətimi çəkən işlərdən biri də inək başı üzərində işlənən bax bu rəsmdir. Qurban bayramı münasibəti ilə çəkilib, bayramdan sənətə adlanır, çox maraqlıdır, hətta dişləri belə görsənir. Bu rəsm isə bəzən köhnədir, lazımsızdır deyib atdığımız sintetik dəri materialı üzərində işlənilib. Cəmiyyətdə bu cür fərqli işlər həmişə bəyənilib və maraqla qarşılanıb. Ümid edirik ki, belə yenilikçi gənclərimiz tək incəsənətdə deyil, yaradıcılığın bütün sahələrində günü-gündən daha da artacaq. Elmira Manaflı, Vüqar Yusifov, Lider TV. Bu həyatda kimsə, necə deyərlər, göydən zəmbillə enmir. Hər kəsin müəyyən yaşa çatdıqda əldə etdikləri onun zəhmətinin nəticəsidir. Eyni ilə əliboş qalanlar da öz tənbəlliyinin cəzasını çəkirlər. Xatırlayırsınız, Əhlikev cırcırama ilə zəhmətkeş qarışqanın söhbətini? Bax elə oradakı cırcıramanın yerində olmaq istəməyənlər gərək ömrün bahar çağında qışına tədarik görsünlər. Yəni gənc ikən öz gələcəkləri haqqında düşünməli, addımlarını sağlam atmalıdırlar. Əməkdaşımız Ülviyə isə bugün bizə cəmiyyətimizdəki qarışqaları, yəni uğurlu insanları fərqləndirən xüsusiyyətlərdən danışacaq. Bəlkə elə ikisini də mən deyim, şans və alışqanlıq nədir? Elə bilirsiniz, çox bilmiş tək sizsiz.
Nəyəsə nail olmaq bir addım daha da irəli getmək və etdiyin işin sonda yaxşı nəticəsini görmək bu elə uğurun bir addımlığı deməkdir. Bəli, bu dəfəki mövzumuz uğur. Daha doğrusu uğurlu insanlar haqqında olacaq. Əgər maraqlıdırsa, onda diqqətiniz bizdə olsun. Qəhrəmanım Aydın Məmmədov da özünü uğurlu insanlar sırasında görür. Deyir, bəlkə də dünyanın ən uğurlu insanı mənəm. İnsanda əsas odur ki, ailə xoşbəxtliyi olar, sevgi olar, istək olar. Mən ailəmdə xoşbəxtlik görürəm, uğurumu da görürəm, qonmağrəbəmdə görürəm. Bəxti gətirən uğurlu iş adamı və s. Müasir dövrdə belə kəlmələri tez-tez eşidirik. Yəqin rastlaşarsınız ki, uğur dedikdə adətən insanın maliyyə vəziyyəti başa düşülür. Yəni, işində uğur qazanmısansa, özünə çox şey icazə verə bilərsən. İnsan uğuru başqa yöndə də qazana bilər. Amma bu dəfə biz iş planında qazanılan uğur barədə danışacağıq. İnsan kiminsə uğuruna həsəd aparmadan öncə özünə belə bir sual verməlidir. Uğur qazanmaq üçün nə etmək lazımdır? Axı əlini əlinin üstünə qoyub oturmaqla uğur bir yana, heç özünə çörək pulu qazana da bilməzsən. İnsan məhz etdiyi hər hansı işə görə pulla, yaxud da diqqətlə mükafatlandırılır. Əgər insanın hər şeyi varsa, deməli o əlindən gələni edib ki, bunlara sahib olsun. Bəs biz niyə belə edə bilmirik? Əslində hamı yer üzündə eyni hüquqa malikdir. Ortaya belə bir sual çıxır. Onda niyə biriləri həyatda uğur qazanır, digərləri bu uğuru qazana bilmir? Uğurlu insanlar digərlərindən fərqlənirlər. Əsas fərq nədən ibarətdir? İlk öncə başqalarının uğursuz hesab etdiyi prosesləri uğurlu insanlar öz xeyirlərinə istifadə etməyə bacarırlar. Və başqalarının, digər insanların yəni vazgeçdikləri, pes etdikləri yerdə uğurlu insanlar sona qədər davam edirlər. Çünki belə bir şey var ki, divarın o biri tərəfində bizi bəzən uğur gözləyir, amma biz o divarı aşmamış geri qayıdırıq. Bu zaman biz bunları adlandırırıq uğursuz insanlar, amma sona qədər gedən insanlar isə uğura çatmağa nail olurlar. Ümumiyyətlə, uğur qazanmağın müxtəlif yolları və xüsusiyyətləri var. Onlardan bəzilərini mən deyim, siz də bilin. Məsələn, başqalarının əlini üzüb təslim olduğu məqamlarda onlar yeni fürsətlər axtarıb tapırlar. Həmçinin digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar və düşünülmüş qərarlar qəbul edirlər. Uğurlu insanların daim bir planı olur. Onlar plansız, darmadağın həyat rejimi keçirmirlər. Daim hansısa bir plana uyğun hərəkət edirlər. Yəni, ani bir şey onları gözləmir heç vaxt həyatlarında. Digər insanlar qorxuya təslim olduqları anda uğurlu insanlar əsla qorxuya təslim olmurlar. Əslində qalanda hamının qorxuları var. Amma uğurlu insanlar qorxularını özləri idarə edirlər. Biz gündəlik iş prosesində müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik. Bəzən zaman bizi sıxışdırır, tələsik qərar verməli oluruq. Sonradan isə nəticədən narazı qalırıq. Düzgün qərar verməyə vaxtla yanaşı emosiyalarda maneələr yaradır. Çünki duyğular üstün gələndə insan obyektiv düşünə bilmir. Belə bir vaxtda insan rahat və sakit olsa daha yaxşıdır. Doğru qərar əminlik və uğura inam yaradır. Amma yenə də diqqətli olun. Unutmayın ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini nəzarətdə saxlayır. Bir şey də unutmayaq ki, uğura aparan əsas məqam çeviklik və inad arasında balans tapmaqdır. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcək, lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə biləcəksiniz. Ülvi Elxan qızı, Elvin Muradov, Lider TV. İndiki uşaqlar 41 kərə maşallah, hərəsi bir ensiklopediyadır elə bir. Nə sual versən, cavabını alarsan. Doğru cavabı bilməsələr də elə söz tapıb deyirlər ki, bunların hazır cavablığına məhdəl qalarsan. Nə deyirəm? Tək ki, həmişə belə olsun. İti zəkalarını, çevik reaksiyalarını düzgün istiqamətləndirib, gələcəkdə necə deyərlər, ağ günə çıxa bilsinlər. İndiki uşaqları bilirsiniz kimə bənzədirəm? Milli nağıllarımızın sevimli qəhrəmanı Cırtdana. Amma bunların əlinə div keçsə, ona nəinki gecə yarısı qayğınaq pişirtdirib xəlbirdə su daşıtdırarlar. Hətta başında qoz da sındırarlar. Nəysə, qayğınaq dedim, ürəyimdən qayğınaq keçdi. Bölgə müxbirimizin süjetini izləsəz, siz bu yeməyin hətta çayla içildiyinin də şahidi olacaqsınız. Söhbət dillər əzbəri olan Ordubad qayğınağından gelir. Ordubad qayğanağı məşhur olsa da, onun necə hazırlanmasını ordubadlardan yaxşı bilən yoxdur.
Səfiyyə Axundova uzun illərdir ki, bu qayğanağı bişirməklə məşğuldur. Deyir ki, Ordubadda yaxın kəndlərdə toy, şənlik olanda ona sifariş verirlər. Çünki Ordubad qayğanağı gündəlik qida deyil, həm də şirniyyat məhsuludur. Bu qayğanağı hazırlamaq üçün ən azından 10 ədəd yumurta lazımdır. Bu yumurtalar 10 dəqiqə ərzində tam köpüklənənə qədər iri bir qabda çalınır. Bunu əlavə edirik o yağın içinə. İndi yağ nə qədər olur təbii? Yağ demək olar o yumurta ilə əlaqədar 10 yumurtaya 2 kilo yağ əlavə edirik. Ordubad qayğanağı adi qayğanaqdan fərqli olaraq tavada deyil, daha hündür bir qabda bişirilir. Çünki dağ olmuş yağın üzərinə tökülən yumurta qarışığı tez bir zamanda şişir. Hündür qazana tökülən yumurta kabab şişi və ya oxlovla şişlənir. Bu, qazanda olan yağın yumurtanın içərisinə keçib onun tam bişməsi üçün edilir. Əks halda qabaran yumurta ocağa tökülüb yana bilər. Sonra isə bir neçə dəfə təkrar olaraq qayğanağın yağı digər qazana və əksinə bişməkdə olan qayğanağın üzərinə tökülür. Qalın qayğanağın hər iki tərəfinin yaxşı bişməsi üçün o üz bu üzə çevrilir. Eyni zamanda yumurtanın üzərinə əlavə edilən dağ olan yağ onun qızarmasına səbəb olur. Tam bişməni isə qayğanağa batırılan şişlə təyin etmək olur. Əgər yumurta qalığı şişin üzərinə yapışmırsa, deməli o artıq hazırdır. İndi qayğanağı qazandan çıxardıb qaba əlavə edirik. Sonra isə 2 stəkan şəkər tozunun üzərinə eyni ölçüdə su əlavə edilərək şirə hazırlanır. Bu şirə qayğanağın üzərinə əlavə edilir. Bəzi evdarlar bu şirəni balla da hazırlayırlar. Hardasa 10 dəqiqə ərzində çəkilən zəhmətdən sonra həm kalorili, həm də dadlı, ləzzətli yemək Ordubad qayğanağı hazır olur. Ordubad qayğanağının ən maraqlı məqamı sonudur, yəni tamamlanıb süfrəyə verilməsidir. Onun dadını bilmək üçünsə mütləq Ordubada gəlmək. Səməd Canbaşıyev, Rəşad Əkbərov, Lider TV Naxçıvan. Bax belə, bizdən bu qədər. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın. Başlayaq. 10 zəhmətin nəticəsində və nöqtə. Cəmiyyətin inkişaf səviyyəsi. Nə? Ayda. Yaxşı, istəmir. Nə qərara gəldiniz? Mən yoxam. Bax, sıra hansı cümlədə olur? Yəqin elə bilərsiniz ki, elə əksəriyyətiniz. Gedək.